Salam, hər vaxtınız xeyir olsun. Hər birinizi xoş gördük. Biz bilirik ki, sabah 4-cü siniflər üzrə monitorinq imtahanı təşkil olunacaq. İlk olaraq bütün şagirdlərə öz uğurlarımı diləyirəm. İnşallah ki, çox gözəl nəticələr göstərəcəksiniz. Özünüzə inanın, özünüzə güvənin. İmtahana getməmişdən əvvəl kanalımda ümumiyyətlə axırıncı videolarım monitorinq imtahanlarına həsr olunub, riyaziyyat fənninə aid. Daha yüksək nəticə əldə etmək istəyirsə, o videolardan yararlana bilərsiniz. Həmçinin imtahanda olarkən bilirik ki, imtahan şəkli necədir? 30 Azərbaycanca qapalı sual, 25 riyaziyyat qapalı sual, 5 riyaziyyat açıq sualdan ibarət olacaq. Vaxtınız 150 dəqiqə olacaq. Həmçinin sualları oxuyarkən düzgün təhlil etməyi bacarın. Sualların sonunda aiddir, aid deyil, uyğundur, uyğun deyil, uyğunsuzluq, uyğunluq bu tipli cümlələrə fikir verin. Və həmçinin bir sualın üstündə edə bilmirsinizsə 5 dəqiqədən çox dayanmayın. Vaxtınızdan gedir deyə digər suallar işlənməyini sizin onlara baxmağınızı gözləyir. Ona görə də zəhmət olmasa o sualları geri dönüb daha sonra axırda işləməyiniz üçün saxlayın. Bütün sualları bildiyinizi yazandan sonra o suallara qayıdın. Yenə də vaxtınız çatmasa yaxud işləyə bilməsəz, yenə də xahişim olur ki, siz bir sualı boş qoymayasınız. Mən sizə inanıram ki, çox yüksək nəticələr göstərəcəksiniz. Sağ olun, salamat qalın.